Nizami rayon Erşən Süleymanov ünvanında martın 27-28 tarixində yağış sularının yarattığı fəsadların nəticəsində sel sularının axıntısının sürətli olduğu təqdirdə Simurq liseyinin məktəb ərazisində hasar aşmışdır. Hal-hazırda hasar yenidən bərpa olunmaq üzrədir. Burada qeyd edək ki, hasar aşılan zaman heç bir xəsarət və ya da hər hansı bir hadisə baş verməmişdir. Baş vermiş hadisə ilə bağlı olaraq bir geniş təfərrüatından məlumat verir. Elçin Məmmədov, bu tikintinin aparılması işlərinə baxıram, nəzarət edirəm. Deməli, gördüyünüz kimi bu ərazi Simurq liseyinin Tağlar filialının ərazisidir. Bu ərazidə köhnədən tikilən bir hasar var idi. Ayın 27-28 tarixlərində yağan leysan yağışlarının daha bir fəsadı da bu oldu ki, bu hasar da uçdu. İndi hal-hazırda bu obyektin sahibi Cəsarət Əhmədova öz hesabına, şəxsi vəsaitlər hesabına burada yenidən bərpa işləri aparılır, ərazi abadlaşdırılır, hasar yerindən qaldırılır, əvvəlkindən daha əsaslı şəkildə. Açdığı bir anda kimsə xəsarət alan elə bir şey olmuyor, xəsarət alan olmuyor. Ərazi daima müşahidə altındadır, qorumalar da var, yəni elə bir hadisə baş vermir. Bu boş ərazi nə kimi istifadə üçün nəzərdə tutulmuşdur? Bu boş ərazidə deməli baş layihədən nəzərdə tutulub lisey üçün deməli idmanzalı və yeməkxana hal-hazırda müvafiq sənədlər İcra Hakimiyyətinin, Şəhər İcra Hakimiyyətinin müvafiq qurumlarındadılar, təsdiqdədirlər. Bunlar təsdiq alınandan sonra inşallah yəqin ki bu boşluqda həmin dediyim binaların düşüləcək.